Xoş gördük dəyərli izləyicilərimiz. Söz verdiyimiz kimi yenə də sizinlə görüşə gəldik. Növbəti bir müsahibimizlə. Əlbəttə, bugün bizim müzakirə edəcəyimiz, sizlərə təqdim edəcəyimiz söhbətimiz çox maraqlı olacaq. Çünki bu, hər birimiz üçün həyati əhəmiyyətə malik olan sağlamlığımızla bağlıdır. Və çox dəyərli bir alimimiz hazırda bizimlə bərabərdir, sizin qarşınızdadır. Onu sizə təqdim etmək istəyirəm. Tibb elmlər doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Sağlam Həyat naminə və Miqren Mütəxəssisləri İctimai Birliyinin rəhbəri, eyni zamanda Avropa Nevrologiya Akademiyasının fərdi üzvü Sədaqət Hüseynova hazırda bizimlədir və suallarımızı cavablandıracaq. Sədaqət xanım, xoş gördük sizi. Nevrologiya konkret hansı xəstəlikləri əhatə edir? Mətanət xanım, mən qeyd etmək istəyirəm ki, insan beyni təbiətin yaratdığı ən mükəmməl struktur və funksional baxımdan bir sistemdir. Və bizim stereotiplərimizdə sinir xəstəlikləri dedikdə adətən əsəblə əlaqədar olan xəstəliklər nəzərdə tutulur. Lakin bu heç də belə deyil. Sinir sistemi iyerarxiyaca baş beyindən, onurğa beynindən və periferik sinirlərdən ibarətdir. Və nevrologiya bir tibb sahəsi olaraq baş beynin, onurğa beyninin və periferik sinirlərin, əzələlərin müxtəlif mənşəli xəstəliklərinin diaqnostikası, müalicəsi ilə məşğul olan bir tibb sahəsidir. Professor, bilirsiniz ki, bugün çox stresli bir həyat bizi əhatə edir. Bu baxımdan müasir həyat tərzimizin insanlar arasında sinir xəstəliklərinin artmasına təsirini necə izah etmək olar? Qeyd etmək istəyirəm ki, müasir dövr, yüksək texnologiyalar, sosial şəbəkələr dövrüdür və güclü informasiya axını dövrüdür. Və belə bir mühit insana bir bioloji varlıq kimi təsir etməyə bilmir. Günlük streslər, günlük həyatımızın, iş həyatımızın, məişət həyatımızın gərginliyində olan streslər insan orqanizminə, xüsusən onun sinir sisteminə çox ciddi təsir göstərir. Streslər nəticəsində əsas etibarilə bizim stres amilini tənzimləyən beyin strukturlarımız, bu hipotalamusdur, bu hipofizdir, bu böyrək üstü vəzdir, aktivləşir. Orqanizmdə kortizol hormonunun ifrazı artır. Bu bildiyiniz kimi stres hormonudur. Bu orqanizmi sanki gərginləşdirir, bir cihada hazırlayır. Və bu da öz növbəsində əlbəttə sinir sisteminin bu müxtəlif hissələrinin strukturuna və funksiyasına təsir göstərir. Nəticədə nə yaranır? Ürək döyüntüləri artır, həyəcan artır. Bu iş xroniki davam edirsə, qeyd etdiyimiz beyin strukturlarında, sinir strukturlarında struktur dəyişikliklər baş verir. Və bu da öz növbəsində öz ardınca müəyyən klinik əlamətləri ortaya çıxardır. Əsəbilik, gərginlik, yaddaşın, diqqətin zəifləməsi, yuxu pozuntusu, onunla yanaşı bu gərginlik həm də orqanizmdə qan dövranını, arterial təzyiqin dəyişməsinə səbəb olur, serebrovaskulyar xəstəliklərin yaranmasının əsasında durur. Artan xəstəliklərlə bağlı bugün nevrologiyada hansı yeniliklər və texnologiyalar tətbiq olunur? Mətanət xanım, mən qeyd etmək istəyirəm ki, yəni son zamanlarda tibbin hansı sahəsindən danışılanda deyilir ki, xəstəliklər artıb. Mən isə bu işə biraz başqa cür yanaşıram və başqa cür düşünürəm. Xəstəliklər bəlkə də artmayıb, ancaq tibbdə olan elmi-texniki tərəqqinin nəticəsində xəstəliklərin diaqnostikası asanlaşıb, çoxalıb. Bizim əvvəllər diaqnoz verə bilmədiyimiz xəstəliklər bugün asanlıqla diaqnostika olunur. Müasir dövrümüzdə müəyyən xəstəliklərin demək artma tendensiyası müşahidə olunur. Bununla yanaşı müasir dövrün gətirdiyi bir sıra xəstəliklər də vardır.
Bu bizim demək stresli həyatımız, oturaq həyat tərzimiz, günlük rejimimizin bir qədər gərgin olması, düzgün tənzimlənməməsi ilə bağlı olan bəzi hallardır. Məsələn, bunların sırasında xroniki yorğunluq sindromunu, menecer sindromu da deyirlər, streslərlə bağlı depressiyaların, təşviş hallarının artmasını mən xüsusi qeyd etmək istəyirəm. Müasir tibb elmi-texniki tərəqqi nəticəsində diaqnostik baxımdan çox geniş imkanlar əldə etmişdir və nevrologiyada tibbin bir sahəsi olaraq müasir nevrologiyanı biz bunu hamı bilir. Məsələn, neyrovizualizasyon tədqiqatlarsız təsəvvür etmək mümkün deyil. Hətta insanlar özləri, başları ağrıdı, belləri ağrıdı, heç həkimə gəlməmiş, gedib bir MRT müayinəsindən keçir. Yəni, bu o qədər geniş insanlar arasında məlumat var ki, onlar hətta həkimsiz də bu müayinələri seçə bilirlər. Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində bizim günlük praktikamıza daxil olmuş maqnit rezonans tomoqrafiya müayinəsi, kompüter tomografik müayinəni, pozitron emisyon tomoqrafiyanı, funksional MRT müayinəsini, elektroensefalografiya, elektromiografiya müayinələrini göstərmək olar. Bu müayinələrin hər birinin öz təyinatı var. MRT müayinəsi beynin strukturlarının vizualizasiya olunmasında mühüm əhəmiyyət kəsb etdiyi halda, pozitron emisyon tomoqrafiya isə beyin metabolizmini öyrənməyə imkan verir. Bu da bir sıra xəstəliklərdə, xüsusən dövrümüzün bəlası olan Alzheimer xəstəliyinin, Parkinson xəstəliyinin diaqnostikasında mühüm rol oynayır. Funksional MRT müayinəsi beyin strukturlarında baş verən funksional pozuntuları müşahidə etməyə imkan verir. Qloballaşan bu dünyada əlbəttə ki, informasiyalar, biliklər, hamısı əlçatandır. Siz də bunu gözəl bilirsiniz. Bu baxımdan bugünün insanı tibbi biliklərlə bağlı daha çox maariflənibmi, maariflənmiş sayıla bilərmi? Müasir informasiya mənbələri bu çox genişdir. Biz qulaqlarımızı, gözlərimizi bağlasaq da onlardan kənarda qala bilmirik. Əvvəl bu ancaq mətbuat, televideniyada isə bugün hər birimizin əlimizdə telefon cihazı var və istənilən məlumat oradan ala bilirik və informasiya axını gəlir. Ona görə mən həkim olaraq birbaşa əhali ilə kontaktda olan bir insan kimi demək istəyirəm ki, insanlar xəstəliklər haqqında məlumatları, insanların xəstəliklər haqqında məlumatları genişlənib. Onlar hətta müəyyən bir xəstəliklə xəstə olan insan bəzən həkimin yanına gələndə o xəstəlik haqqında həkimdən çox məlumata malik olur. Çünki resurslar buna imkan verir. Hətta bölgələrdə, mərkəzdən ucqarda olan insanlar da bugünkü tibbdə olan dəyişiklikləri, hansı xəstəliklərin harada daha yaxşı müayinə və müalicə olunması haqqında geniş məlumata malikdirlər. İnsanlar bir çox halda baş ağrısı zamanı müvəqqəti onların baş ağrısını kəsəcək tabletkalardan, dərmanlardan istifadə edirlər. Bu dərmanlardan mütəmadi istifadə etdikdə hansı fəsadlara yol aça bilər? Bu çox aktual bir sualdır. Bizim günlük praktikamızda mühüm yer alan bir problemdir. Bildiyiniz kimi baş ağrısı çox geniş yayılmış bir xəstəlikdir. Onun müxtəlif növləri var. Miqren tipli baş ağrıları, gərginlik tipli baş ağrıları, klaster baş ağrıları və əhali baş ağrısından əziyyət çəkən hər bir insan istənilən bir apteka girib oradan ağrı kəsici bir dərman alır. Həkimə müraciət etmədən, diaqnozunu dəqiqləşdirmədən belə dərmanlardan geniş istifadə edir və dərmanların geniş, nəzarətsiz, məqsəd yönlü olmadan seçimi və istifadəsi çox ciddi fəsadlara gətirib çıxarır. Ən birincisi, bu bütün dünyada bugün təsdiqlənmiş bir diaqnozdur. İzafi dərman istifadəsindən yaranmış baş ağrısı. Bu artıq bir diaqnozdur. Bu, xüsusən xroniki miqren olan xəstələr, xroniki gərginlik baş ağrısı olan xəstələrdə müşahidə olunur. Yəni, xəstədə
miqren var, xroniki miqren xəstəliyi var. Bununla əlaqədar o hər gün hər hansı bir dərmanı, bu ola bilər miqren əleyhinə dərman olsun, ola bilər sadə bir ağrı kəsici olsun. Bunun sürəkli istifadəsindən onda ikinci bir baş ağrısı yaranır. Dərmanların izafi istifadəsindən yaranan baş ağrısı və bu da onun vəziyyətini biraz mürəkkəbləşdirir, müalicənin gedişini çətinləşdirir. Professor, hansı nevrologiya simptomları insan həyatı üçün çox ciddi siqnal sayılır? Bu da əhali üçün çox vacib olan bir sualdır. Demək, bir çox şikayətlər, simptomlar çox ciddi xəstəliklərin ilkin əlamətləri ola bilər. Mən bu sırada ilk növbədə əlbəttə baş ağrısını qeyd etmək istəyirəm. Yəni, heç xroniki baş ağrısı olmayan bir insanda birdən-birə kəskin bir baş ağrısının yaranması çox ciddi bir siqnaldır. Bu, həm beyin insultlarının ilkin əlaməti ola bilər, həm də sakit gedişli, istənilən bir beyin tumorunun, şişinin ilkin əlaməti kimi prezentasiya eləyə bilər. Ondan sonra heç vaxtı qıcolma əlamətləri olmayan bir adamda birdən-birə xüsusən müəyyən yaş qrupunda 50 yaş və onun üstündə olduqda demək birdən-birə yaranan qıcolma simptomu çox ciddi xəstəliklərin ilkin əlaməti ola bilər. Bu, beyin qansızmalarının, bu, beyin şişlərinin ilkin əlaməti kimi ola bilər. Əgər bir xəstədə sakitlik vəziyyətində birdən-birə ya bir qolunda, ya bədəninin bir yarısında keylik və zəiflik yaranırsa, üzünün həmin tərəfində sallanma yaranırsa, asimetriya yaranırsa, bu da ciddi, yəni beyin qan dövranı pozuntusu əlaməti ola bilər. Baş ağrılarından söz düşmüşkən, baş ağrısı zamanı insanların daha çox dərmanlardan istifadə etməsi, öz müdaxiləsi gələcəkdə insulta yol aça bilərmi? Müxtəlif baş ağrı növləri var və bunların sırasında, birincili baş ağrılarının sırasında miqren xəstəliyi xüsusi yer tutur. Belə ki, dünya əhalisinin 12-15%-də rast gəlinir və Azərbaycan da bu statistikadan kənarda deyil. Miqren xəstəliyi tutmalarla keçir və bu zaman onu müxtəlif formalı auralar müşayiət edir tutmadan əvvəlki dövrdə və belə auralardan biri də hemiplegik miqren deyilir. Bədənin bir tərəfində hissiyatın azalması və əzələ zəifliyinin yaranması ilə gedən miqren tutması. Bu miqren tutması gələcəkdə insultun səbəbi ola biləcək bir haldır. Həkimlər bir çox hallarda bu xəstəliyin ilk 3-4 saatını qızıl zaman sayır. Bu cür dəyərləndirilir. Niyə məhz 3-4 saat qızıl saat kimi dəyərləndirilir? Siz bir mütəxəssis olaraq bunu necə izah edərdiniz? Bu dediyiniz məqam beyin insultuna aid olan bir durumdur. Müasir dövrdə beyin insultunun müalicəsinə yanaşma dəyişmişdir. Bildiyimiz kimi beyin insultu iki formada əmələ gəlir. Bir, beyinə qansızma nəticəsində, qanama nəticəsində, bir də beyində damarların trombla tutulması nəticəsində yaranmış işemiya nəticəsində əmələ gəlir. Bu ikinci tip, yəni işemik tip insultlarda müasir tip trombolitik terapiya deyilən bir terapiyanı aparır. Yəni, xəstəliyin ilk 3-4 saatı müddətində beyin trombla tutulmuş beyin damarını trombu əritməklə açmaq olur və bu da demək çox ciddi, mühüm, müsbət nəticələrə gətirib çıxarır. Yəni ilk 3-4 saat ərzində beyin toxumaları məhv olmadan qorunur və itirilmiş funksiya qısa müddət ərzində bərpa olur. Ona görə həmin bu 3-4 saat qızıl saat adlanır. Ondan sonra beyin strukturlarında baş verəcək dəyişikliklərin geri dönməsi çətinləşir.